AMOL-nun rəhbərliyi ilə keçən tədbirdə Azər bəy, AMOL-u da Xamneyinin Ərdəbildə olan nümayəndəsi Fars faşist molla cinahının Səfəvilik üzərindən Azərbaycana qəsd planının lideri. O, yəni bütün səlahiyyətlər ona verilib. Həmin tədbir görünür, Zahir bəy. Bax, həmin tədbirdən mən səs verirəm. İnşallah təvəllada iki gənə teşiyə, biri təvəlladı, biri təvəlla. Bin çizi bezos, hoppa boğz dördü. İnşallah təvəllani dedin, təvəllani dedin, təvəlla, dəstir aslan. Beyyət ediyor Şah İsmail'la. Ne diyeceksen? Ya Ali'yle bir yere beyyəti imzalayacaksan. Oldu Şah İsmail'in qabağında, indi cibheye kof, ba tamamiye zori. Haram lokme, haram tike, haram zade Erdoğan'ı Elham Aliyev ki 10 gün... Əxlaqsızlar da, əxlaqsız. Sayın Aliyev haqqında burada çox təhqiramiz ifadələr işlədiyinə görə buranı vermirəm Zahir bəy səsləndirmə. Olduqca Azərbaycan Cumhurbaşqanını sərt formada təhqir indi ona gəlir. İndi Zahir bəy, burada Azərbaycan mediasında, sağ olsunlar, Azərbaycanın media sektorunda bu məsələ ciddi sürətdə müzakirə o zaman çıxarıldı. Siyasətdə, o cümlədən qonşu dövlətlərlə əlaqələrdə ciddi problemlər yaşayan İran İslam Respublikası rəsmi üçüncü tərəfin mövqeyidir, Zahir bəy, həm hadisə ilə bağlı. Azərbaycanla münasibətlərdə növbəti gərginliklə başlayıb. Belə ki, 2025-ci ilin ilk günü, yanvarın 1-də İran səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb və dekabrın 29-unda Ərdəbil əyalətində keçirilmiş tədbirdə Azərbaycanın və onun prezidentinin ünvanına səsləndirilən təhqiramiz ifadələrə görə İran tərəfinə kəskin etiraz bildirilib. Bu kimi təxribatlara son qoyulması tələb olunub. Rəsmi Bakının atdığı bu addım danılmaz hüquqi əsaslara malikdir. Bu da İran hakimiyyətinə sözü gedən tədbiri və orada səslənən iddiaları başqa cür qələmə vermək, yaxud malalamaq şansı qoymur. Belə ki, 1. Ərdəbilin Əzəm məscidində keçirilmiş dırnaqarası müqavimət cəhbəsi şəhidlərinin və Çaldıran şəhidlərinin anım mərasimi qabaqcadan elan edilmiş rəsmi tədbir olub. 2. Tədbirin keçirilməsinə xeyir-dua verən, onda iştirak və çıxış edən Ayətullah Seyid Həsən Amili rəsmi şəxsdir. Yəni, İranın ali rəhbəri Ayətullah Əli Xameneyinin Ərdəbil əyalətindəki səlahiyyətli nümayəndəsi və Ərdəbil şəhərinin imam cüməsidir. 3. Tədbirin əsas təşkilatçısı olan Ənsar Əl-Mehdi heyəti Sepahın nəzarəti altında fəaliyyət göstərən rəsmi qurumdur. 4. Tədbirdəki çıxışında Azərbaycan və Türkiyə prezidentlərinin ünvanına təhqiramiz ifadələr işlədən şəxs təsadüfi adam deyil. Ənsar Əl-Mehdi heyətinin Ərdəbil bölməsinin rəhbəridir. 5. Tədbir İran Dövlət Teleradio Təşkilatının xəbər şəbəkəsi adlanan kanalı ilə canlı yayımlanıb. Bu da həmin tədbirə ən yüksək səviyyədə dəstək verildiyi anlamına gəlir. Qeyd edək ki, hələ tədbirin keçiriləcəyi ilə bağlı məlumat yayılanda bəzi media vasitələri onun anti-türk səciyyə daşıyacağı və türklər arasında məzhəb ixtilafını qızışdırmağa xidmət edəcəyi barədə şərhlər dərc etmişdilər. Lakin təbii ki, heç kəs hazırki vəziyyətində İranın bu qədər həddini aşacağını gözləmirdi. Belə ki, tədbirdə Azərbaycan prezidenti haqqında söylədiyi böhtan və hədyanla kifayətlənməyən Natiq, Azərbaycana qarşı açıq-aşkar ilhaqçı çağırış səsləndirərək deyib. Bir gün Şah İsmail'in Ərdəbildən olan nəvələri Bakıya, Şəkiyə, Şirvana, Lənkərana, Naxçıvana İmam Zamanın bayrağını sancacaqlar. Və bu cəfəng iddia dövlət televiziyası vasitəsilə milyonlarla İran tamaşaçısına təqdim olunub. Üstəlik, İran mediası və sosial şəbəkələrində də tədbirin məhz bu hissəsi fars dilində alt yazılarla geniş şəkildə tirajlanıb. İran rejiminin bədnam ideoloqu
vaxtilə çaldıran sözünü ingilis dilində yazılışda Child İran, yəni İran övladı kimi yozmaqla gülüş hədəfinə çevrilmiş Əli Əkbər Raifipur, Azərbaycan və Türkiyənin ünvanına yağdırılan təhqirlərdən vəcdə gələrək yazıb. Görün sizə nə gətirmişəm. Şir ürəkli Ərdəbilli gənc Əbu Süfyanın törəmələrinə meydan oxuyur. Əgər qeyrətli Azərbaycanlının kim olduğunu çaldıran döyüşündə 30-40 min nəfərlə 100 min nəfərlik Osmanlı muzdullarının qarşısında necə dayandığını bilmək istəyirsinizsə, Şah İsmailin Ərdəbildə olan bugünkü nəvələrinə baxın. İran mediasının Ərdəbilli gənc deyə təqdim etdiyi təhqiramiz çıxışın müəllifinin kimliyi qısa zamanda Güney Azərbaycan milli fəalları tərəfindən müəyyənləşdirilib və onun Ənsar Əl-Mehdi heyətinin Ərdəbil şöbəsinin rəhbəri Qulamrıza Quluzadə olduğu bəlli olub. O da məlum olub ki, Bəsicdə yetişmiş bu şəxs Ayətullah Amilinin yaxın adamlarından biridir və ölkədəki etiraz aksiyalarının fəal şəkildə iştirak edir. Onunla yanaşı, tədbirdə çıxış edən Məddah Mehdi Rəsuli də anti-Azərbaycan mövqeyi və bəyanatları ilə tanınır. Məsələn, 2023-cü ilin oktyabr ayında Zəncandakı bir çıxışında o, Azərbaycan və Türkiyə prezidentləri barədə təhqiramiz ifadə işlədərək, lazım olsa elə bu gecə üstünüzə gələrək söyləmişdi. Nəhayət, tədbirdə asılmış bayraqlar arasında Hüseyniyun qruplaşmasının bayrağı da gözə dəyir və yəqin ki, həmin cinayətkar dəstənin üzvləri də tədbirin iştirakçıları sırasında olub. Bu sözü gedən tədbirin anti-Azərbaycan yönünə təsir göstərənləri daha aydın təsəvvür etməyə imkan verir. Belə ki, yuxarıda adı çəkilən Mehdi Rəsuli və Qulamrıza Quluzadənin Hüseyniyunla yaxın əlaqələri məlum faktdır. Bütövlükdə, Ayətullah Amilinin öz çıxışında bildirdiyinə görə, tədbirdə təkcə Ərdəbil sakinləri deyil, Təbriz, Zəncan, Sarab, Xalxal, Meşkin, Astara və sair kimi şəhərlərdən gəlmiş insanlar iştirak edib. Hətta tədbirdə xarici qonaqların olduğu da bildirilib. Bu isə dəlalət edir ki, müqavimət, Aşuradan çaldırana, çaldırandan zühura adlanan həmin tədbir sadəcə dini mərasim yaxud anım tədbiri deyil, qabaqcadan planlaşdırılmış və müəyyən hədəflərə hesablanmış siyasi ideoloji aksiyadır. Mahiyyətcə bir-birindən tam fərqli tarixi hadisələri öz məqsədlərinə uyğun şəkildə əlaqələndirən İran hakimiyyəti bununla regionda yeni bir strategiyasını işə salmaq niyyətindədir. Bunu sözü gedən tədbirin qətnaməsi adlandırıla biləcək sənəd də aydın şəkildə göstərməkdədir. Tədbir iştirakçılarının imzaladığı və İran, Anadolu və Qafqaz regionu Əhl-i-Beyt aşiqlərinin Şah İsmail'la əhdnaməsi adlanan bu sənədin sonunda deyilir. Biz Şah İsmail'in İran, Anadolu və Qafqaz regionundakı genetik və ideoloji varisləri bəyan edirik ki, son nəfəsimizə qədər ata-babalarımızın haqq yolunda müqavimət amalına sadiq qalacaq və Höccətullahın zühuruna qədər bu yolda yorulmaq və usanmaq bilməyəcəyik. Bu sözlər, eləcə də tədbirdə İranın dönə-dönə Ələvi diyarı adlandırılması İran rejiminin qarşıya hansı məqsədlər qoyduğunu anlamağa imkan verir. Lakin, necə deyərlər, qatar artıq gedib və İran hakimiyyətinin bu məqsədi gerçəkləşdirmək imkanı yəqin ki, olmayacaq. Görünür, tədbirdə təhqirdən istifadə olunması da bununla bağlıdır. İndi xahiş edirəm, mənim məhkəməyə verən adamın hələ adını açıqlamırıq. Ya, adamın iddia ərizəsinin o hissəsini oxuyun. Deməli, mən oxuyuram bunu. Qeyd edim ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs İsmailov Cahangir Cahangiroğlu özünü Turan Partiyasının sədri kimi təqdim etməklə müxtəlif televiziyalarda ekspert qismində iştirak edir və müxtəlif mövzular barədə fikirlərini bildirir. Bunu iddiaçı qeyd edir. Artıq uzun müddətdir ki, İsmailov Cahangir Cahangiroğlu həm kütləvi informasiya vasitələrində, həm də fərdi şəkildə gizli və aşkar formada qarayaxmalar şəklində haqqımda böhtan xarakterli çıxışlar edir. Gizli. Dəqiqləşdirilməmiş və yalan informasiya yayaraq işgüzar nüfuzumu zədələyən ifadələr işlədir. Törədilməsində ittiham etmə xarakterli fikirlər ifadə edirək heç bir əsası olmadan göstərmişdir ki, Cahangir bəyin fikirləridir. Siz özünüz bilirsiniz ki, İranda olan kürdlərin %80-i məzhəbcə sünnüdür
və eyni zamanda türklər də Şiə məzhəbindədir. Doğrudurmu? Sünni olanlar da Türkiyədəki türklərdir. Doğrudurmu? Rejim kürdləri, yəni bugün Komeli, Pejak və digər güclər ayağa qalxıb PKK orada, Urmu da Azərbaycanın digər şəhərlərindən bayram şənliyi təşkil edirsə, deməli burada İran rejiminin onlarla bir bağlılığı var və onlar birgə Kürd hərəkatını təşkil edirlər. Sünni bayramlaşmanı onlar yaradırlar ki, türklərdə qıcıq yaratsınlar. Sonra da türklərə deyirlər ki, görürsünüz, bunlar sizin evlərinizi alır, məqsəd bunları üz-üzə gətirməkdir. Amma bu dəfə onların niyyəti etnik zəmində üz-üzə gətirmək deyildi. Siz burada İrandan danışmısınız. Oxuyun axı, xahiş deyirəm. Deyildi. Məzhəbçilik zəminində üz-üzə gətirmək idi. Məqsədləri o idi ki, belə bir fikir yaratsınlar ki, sünnilər, yəni rejimin mahiyyətindən danışıram. Şiə türklərin, yəni şiələrin onların anlayışında deyək, torpaqlarını alırlar. Onların üzərində bir baskı yürüdürlər və rejim insanları ayağa qaldıranda siz fikir verdiniz, daha çox Haydar şarkıları səsləndirirdilər, şüarları verirdilər. Məqsəd bölgəni Səfəvilik dövrünə çəkib, oradan türk amili üzərində Şiə və Sünni davasına gətirib, Kürdləri də Sünni obrazı ilə ortaya qoymaqla məqsəd Türkiyəni hədəf göstərmək idi. Ana niyyət bu idi. Siz bunun ana xəttinin də görə bilərsiniz. Pezişkiyanın seçilməsində. Pezişkiyan niyə seçdilər? Rejim razılıq verdi. Seçməyə də bilərdi. Üstündən xətt çəkərdi. Heç seçkiyə buraxmazdı. Ona görə seçdilər ki, türk amili o qədər gücləndi ki, rejim bölgəni dövlət kontrolunda saxlamaq üçün türklərin ayağa qalxmasını, İran hakimiyyətini təşkil elədi. Arkasında durdu. Amma bir amma var. Bunu xalq üçün türkləri götürək bilirlər. Xüsusilə bu niyə belə baş ayağa yazıb ki? Xüsusilə bilirdilər niyyətləri nədir? Bu təzə sıradan bir məsələ deyil. 29 dekabrda Ərdəbildə amilinin rəhbərliyi ilə konsert təşkil edib Azərbaycanı və Türkiyəni təhqir eləmişdilər. Yadınıza gəlir, hər halda Mehdi Rəsulun rəhbərliyində şərqilər, təhqirlər orada nəyi qoymuşdular? Səfəvilərin dövrünə çəkmək istəyirdilər ki, o zaman da biz İranla savaşdılar. Bizi qırdılar anlayışını ortaya gətirib bir Türk-Türkiyə qarşı qoyma siyasəti vardı. O siyasət bugün də davam edir. Bugün də Azərbaycandan qastrol'a gedən müğənnilər var ki, sərhəd bölgələrində Səfəvilik dövrünə aid şərqilər səsləndirirlər. Xalqın içərisində Ələvi və Sünni, Şiə və Sünni davasını qızışdıran böyük tədbirlər keçirirlər. Məsələn, Taleh Boradigahı. Bugün orada qastroldadır. Mehdi Rəsulu ilə bir yerdə onlar Xameneyinin artistləridir. O bölgələrdə təbliğat aparırlar. Artıq xalq bilir ki, rejim içəridə məzhəbçilik üzərindən bütün türkləri şiəlik ətrafında toplamaq niyyətindən şiələr və sünnilər anlayışı bir türkə qarşı bir savaş hazırlayırlar. Qeyd edirəm ki, həmin veriliş, bunu artıq iddiaçı yazır, məlum oldu ki, Candar bəy Taleh Boradigahı əsl adı və soyadı, indi sizə deyim mən, Əsədsadədir. Əsədov Taleh Mirhadi oğuldur. Deməli, davam edirik. Qeyd edirəm ki, həmin veriliş 10.04.2025-ci il tarixdə 12.933 dəfə izlənmiş, həmçinin 280 bəyənmə edilmişdir. Həmin çıxışda səsləndirilən bugün də Azərbaycandan qastrol'a gedən müğənnilər var ki, sərhəd, burada əslində mən fikrimi bildirəcəm, bölgələrində Səfəvilik dövrünə aid şərqilər səsləndirirlər. Xalqın içərisində Ələvi və Sünni, Şiə və Sünni davasını qızışdıran böyük tədbirlər keçirirlər. Məsələn, Taleh Boradigahı bugün orada qastroldadır. Mehdi Rəsulu ilə bir yerdə onlar Xameneyinin artistləridir. O bölgələrdə təbliğat aparırlar. Artıq xalq bilir ki, rejim içərisində məzhəbçilik üzərindən bütün türkləri şiəlik ətrafında toplamaq niyyətlərindən şiələr və sünnilər anlayışı ilə Türkiyə qarşı bir savaş hazırlayırlar. İfadələri mənim cəmiyyətdə arasında. Bu nə üçün? Bu yazdığımı özün düzəməli bir oxunmamısan, ay qardaş. Özü yazmayıb da. Cəmiyyətdə arasında nüfuzuma, ailə üzvlərimdə dərin narahatlıq yaradan, paylaşılan və heç bir qanuni əsas sübutu olmayan ifadələrdir. Ancaq ki, bu işlə əlaqədar istintaq aparılmadan və məhkəmənin bu barədə qanuni qüvvəyə minmiş hökmü və qərarı olmadan barəmdə həmin ittihamları kütləvi informasiya vasitələrində bildirməklə bunun ictimaiyyətə yayılmasını hesab edirəm ki, açıq-aşkar mənə atılan təhqir və böhtandır. Daha sonra oxuyuram. Onlar Xameneyinin artistləri sözlərini deməklə məni təhqir edir, alçaldır, nüfuzuma ləkə gətirir, şərəf və ləyaqətimi aşağılayır. Bu da mənim
hüquqlarımı kobud şəkildə pozur. Deməli, dəyərli izləyicilər, qayıdıram Borodiyahının özünü təqdim etməsinə. Bircə dəqiqə. Deyir ki, artist demək təhqirdir. İndi amma mən oxuyuram ki, nə deyir? O deyir, ilk öncə nəzərinizə çatdırıram ki, mən Əsədov Talib Mirhadioğlu rəsmi işləməməklə İslam dininə aid dini mahnılar ifa edirəm, toy və digər məclislərdə məddah kimi iştirak etməklə dini nəğmələr ifa edirəm. İndi yaxşı siz ona məddah desəydiniz, deyəcəkdi, mən Allah belə lap pis təhqir eləyir. Mən Azərbaycanda məddah daha ifadəsi yoxdur. Daha aşağılayıcı ifadədir və dövlət strukturunda Azərbaycan rəsmi dilində məddah sözü yoxdur. Bəli. Hər hansı var amma yox, titul yoxdur. Aşağılayıcıdır. Ümumiyyətlə titul yoxdur, artist titulu var. Azərbaycanda sənətçilərə xalq artisti, əməkdar artist statusunda adlar verilir prezidentin fərmanından, doğrudurmu? Bəli. Azərbaycanda artist sözü bir statusdur və heç bir təhqir sayılmır. Amma əksinə məddah Azərbaycanda kimisə mədhiyə demək və yataqlıq terminologiyası kimi daha çox istifadə olunur, doğrudurmu? Bəli, bəli. İndi mən burada deyim. Mənim bütün açıqlamam İran rejiminə aiddir, eləmi? Rejim nə etmək istəyir? Onun da siz bariz nümunəsini 29 dekabrda Ərdəbildə keçən tədbirdən gördünüz. Bir dənə xahişini də oxuyum olar. Buyurun. Sonda deyir, xahiş edirəm. Yuxarıda qoy, məni kütləvi informasiya vasitələrində təcavüzkar müharibəni planlaşdırma və hazırlama cinayət törətməkdir. Belə bir şey yoxdur. Haradaydı o? İttiham etdiyi və təhqir etdiyi üçün İsmailov Candar Cahangiroğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 2-ci və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında cinayət təqibinə başlayıb ona həmin maddələri nəzərdə tutulan adekvat cəza təyin edəsiniz. Nədə ittiham eləmişəm, seyircilər ön bir deşdi. Bir də onun ittihamı, siz Candar bəyin fikirlərini 2 dəfə oxudum, eşitdiniz nə deyib. Əslində İran haqqında danışıb. Bunu Tehran Fars faşist rejimidir, Zahir bəy. Onun da ideoloji lideri Xamneyinin Ərdəbil nümayəndəsi Səfəvili üzərindən məzhəbçiliyi qızışdırıb savaş çıxarmaq üzrə böyük bir plan üzərində iş aparan Amılıdır. Amılının da tədbirini gördünüz. Hansı plan içərisindədirlər, özləri nə danışır və Azərbaycana da imam zamanı bayraqlarını taxmağı, Quranı da birləşdirəcək İrana. Doğrudurmu? Açıqlamalarından. Mən də bunun rejimin kirli niyyətlərindən danışıram və sərt mövqe səsləndirirəm rejimə qarşı. Və bunu tək o televizyon, hansı ki televizyonda bunlar sizə götürüb danışırlar, mən oradan ittiham eləm, ərzəsi veriblər. Ondan başqa mən sizin proqramda 2-3 dəfə bunun haqqında danışmışam. Hamısı haqqında danışmış. Hətta mən bu Tohid nə idi? Bu Talib Borodiyah haqqında bir neçə il bundan qabaqda danışmışam, Zahir bəy. Xalqalıda gedib konsert verəndə. Burada yazırlar ki, Talib davamlı olaraq İstanbula gedib Aşura təbliğatına. Özdə kimlərlə bir yerdə, ondan danışmışam, 313'lərlə. 313'lər kim idi? Burada Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti Jiguli maşında köynəklər ələ keçirmişdi. İran səfiri Azərbaycanda terrorçuları himayə edən bir eyləmin içərisində olmuşdu. DTX onu ifşa etmişdi 313 rəqəmindən. Bunlar da həmin 313 köynəklərini geyinərək, həmin köynəklərlə Xalqalıda toplantı keçirəndə mən hətta orada Talib Borodiyahın özünü yox, o tədbiri təşkil edən Səlahiddin Özgündüz haqqında olduqca kəskin ifadə istədib, onun kirli bir siyasətin içərisində olduğunu demişdim. O da yadımdadır mənim. Xatırlayırsınız. Bəli. O dövr mən Talib Borodiyah haqqında daha kəskin ifadələr işlətmişdim. Nə oldu birdən-birə bir neçə ildən sonra və indiki zamanda Talib Borodiyah öz adından, özünü deyil, İranın müdafiəçisi kimi məni məhkəməyə verib. Mən nə demişəm İran rejimi haqqında demişəm. Bu İran rejiminin bəyəm sözçüsüdür. Ya İran rejimi bütün səlahiyyətləri ona verib və eyni zamanda buna deyiblər İran demək Talib Borodiyah deməkdir. Deyir mənim haqqımda da belə sözlər deyib. İkinci, mən Talib Borodiyah haqqında 2 söz işlətmişəm. Birinci, tez-tez İrana qastrola gedən, doğrudurmu? İkinci də demişəm ki, Xamneyinin artistləri.
Doğru. Deməmiz kimin adını çəkir. Mehdi Rəsulu o şeylə nədir? Amının konsertində iştirak eləyir, orada məddah olan şəxsdən söhbət gedir ki, onlar birbaşa Xamneyinin əsgərləri sayılır. Xamneyinin adamlarıdır və məddahlarıdır. Bütün Xamneyinin tədbirlərinin konsert planını onlar həyata keçirirlər, Zahir bəy. İndi gəldim. Mən onu buradan Talih Boradigahiyə sual verirəm. Möhtərəm Talih Boradigahi, Xamneyinin artisti sözü sizi təhqir sayırsınız özünüzə. Xamney sənin mərciyindirsə, Xamney rəhbərim deyə müraciət edirsənsə, böyük rəhbərim deyə müraciət edirsənsə, sən Xamneyinin məddahı deyilsən. Və eyni zamanda İranda Məddahlar Dərnəyi Sepahın yaratdığı dərnəkdir ki, hamısının lideri kimdir? Xamney. Və sən Xamneyinin məddahısan da, mən sadəcə olaraq biraz mədəni formada Azərbaycanla anlaşsın deyən artist demişəm. Bu niyə təhqir sayırsan, sual verilir. Mən şəxsən bu fikrimizə fikir bildirmək istəyirəm ki, sən necə Azərbaycanlısan, sən necə Azərbaycanın havasını udursan, çörəyini yeyirsən, suyunu içirsən ki, sən başqa bir ölkənin rəhbəri, böyük rəhbər deyirsən, ha kişi. Nə danışırsan? Bu müharibədə zətdarda idi ümumiyyətlə. Bir də mən də orada demişəm ki, tez-tez İranda qastrolda olan. Sonra öyrənmişəm ki, bu əslində daha çox İranda yaşayır, ara-sıra Azərbaycan Cumhuriyyətinə gəlir. Burada yaşayır. Deməli, mən burada bir yanlışlığa yol vermişəm. Daha çox İranda yaşayan deməliydim.